Yaxşı bir mövzuya toxundunuz əslində. Hal-hazırda vəziyyət ölkədə necədir ümumiyyətlə ehtiyat hissələrinə? Belə Varmı desəm, rəsmi? rəsmi yetərincə Çin brendi var. Yəni hər sektordan belə deyim, hər kateqoriya üzrə tapa bilərsən. Amma mən ümumiyyətlə Çin, Avropa mənşəli deyil də məndən bir kəs soruşanda ki, qardaş, falan maşından almaq istəyirəm, nə məsləhət görürsən? Mən bir dənə ona söz deyirəm ki, deyirəm qardaş, bir dənə bazar araşdırması elə. Həmin avtomobildən sən yollarda çox görürsənsə, deməli bunun ustası da var. Deməli bunun ehtiyat hissəsi tapılır və digərlərinə nisbətən çox ucuzdur. Nəyə görə bunu mən sizə izah eləmək istəyirəm? Çünki Çin brendləri, yəni elə bir markalar olur ki, bu günləri çıxır, wow bir effekt yaradır, amma bir il yarım sonra həmin şirkət batır gedir və artıq sən bu avtomobillə bağlı heç bir dəstək xidməti ilə müraciət, dəstək xidməti ilə əlaqəyə keçə bilmirsən, ehtiyat hissəsi tapa bilmirsən, çünki istehsalı dayanıb bu avtomobilin və qalırsan günün sonunda ki, mən bu avtomobilə 60 min, 70 min pul verdim və satım canımı qutarım da yoxdur, çünki alan da olmayacaq məntiqlə ki, qardaşım, mən neynirəm bunu? Ona görə də misal üçün indi brend adı çəkmək bilmirəm nə dərəcədə uyğundur, amma misal üçün də BYD avtomobilini mən dosta tanışa məsləhət görə bilirəm. Niyə deyirəm qardaş? Taksilər BYD-dir. Yəni sən də bu avtomobildən alsan, bunun deməli bamperi də ucuzdur, farası da ucuzdur. Yəni bunun ustası da var. Amma sən gedib misal üçün Hi-Fi deyə, Hippie Hi-Fi deyə bir marka var idi. Çox futuristik bir avtomobil idi. Misal üçün sağında, solunda LED panellər. Elektriklə olan sizə? Elektrik nə idi? LED panellər belə yolda gedəndə sən baxırdın ki, nədir bu belə? Yəni baxmırdın. Kosmosdan. Yəni bildiyin kosmosdan gəlib avtomobil, amma hal-hazırda həmin şirkət bildiyim qədərilə batıb. Misal üçün, indi sən o avtomobilin hər hansı bir problemini necə həll edəcəksən, adicə indi avtomobil sürmək üçündür. Yolda sürürsən, hər hansı bir qəza baş verə bilər, nəsə ola bilər. O zaman sən bu avtomobilin ehtiyat hissələrini necə tapacaqsan? Bunlar hamısı sualdır. Əvvəl belə bir problem var idi ki, misal üçün Amerika mənşəli avtomobilləri Cadillac'dır, Chrysler'dir. Çox adam almırdı ki, bunun zapçastını tapmaq var, ehtiyat hissəsini tapmaq məsələsi. Onda da yeni bir həlli var idi ki, ən azından Amerikadan sən sifariş verə bilərsən və yaxud da ki, əsas indi bizdə ikinci əl bazarı Dubaydan gəlir ehtiyat hissələr. Dubaydan gedib tapa bilərsən, amma artıq bu şirkət bağlanıbsa və sənin sürdüyün avtomobildən cəmi 1000 dənə, 1500 dənə istehsal olunubsa və daha sonra şirkət batıbsa, artıq məncə sən daha böyük bir problemin içindəsən.